Heç nə yox. Bircə həftə kifayətdir. Dostum salam, hər vaxtın xeyir olsun. Əgər sən də ingilis dilində orta səviyyədə ünsiyyət qurmaq istəyirsənsə, dediklərinin anlaşılmasını istəyirsənsə, qarşı tərəflə gözəl bir ünsiyyətə girmək istəyirsənsə, münasibət qurmaq istəyirsənsə ki, bunlar ingilis dilində olacaq, o zaman ekrana yaxın əyləş. Heç nə yox, bircə həftə kifayətdir. Tamam, bircə həftə mənim dərsimə gəlirsən, sadəcə belə bir məsələ var. İçəri girəndə ingilis dilində, içəri girəndə qapını açdın, girdin içəri, deyərsən ki, hay, dərs bitdi, evə gedəndə deyəcəksən ki, bye bye. Bu 2 dənə söz kifayət eləyir sənə. Bu 2 dənə sözlə sən istənilən ingilislə danışıb, salamlaşıb, sağollaşa bilərsən. Onu yola sala bilərsən. İstəmədiyin insanı həyatından çıxarında bye bye deyə bilərsən. Bu da sizə qısa müddətə ingilis dilini öyrənmək. Bəli, nağıllar aləminə xoş gəlmisiniz. 3 aya, 4 aya, 1 ilə, 1 il olar yaxşı. 1 həftəyə, 1 aya mən sizə ingilis dilini öyrədəcəm. İngilis dilində cəhcəh vurasınız. İngilis dilində bülbül kimi mahnılar oxuyasınız. Hətta ingilis dilində Donald Trump'ın Instagramına, Twitter'ına girib X hesabında postlarına komment yazacaqsınız. Mümkündür. Amma heç kəs sizə qısa müddətə ingilis dilini öyrədə bilməz. Çünki ingilis dili öyrədilmir. İngilis dili öyrənilmir. İngilis dili danışılır. Gözəl insanlar. Heç kəs bunu sizə ay mən bil eləyərəm, ay sən hel eləyərsən. Bunlar hamısı nağıldır. Bu nağıllara da neynəməyin, inanmayın. Çünki Məlik Məmmədin nağılı olan yerdə bunlar hamısı nədir? Ful-fulo şeylərdir. Görüşərik.